Salam uşaqlar, bugün sizinlə 9-cu sinif buraxılış imtahanı dəstək məqsədilə mövzu sınaq 18-in həllinə baxacağıq və onu da qeyd etmək istəyirəm ki, 9-cu siniflər üçün xüsusi olaraq 101 sual seçmişəm. Buraxılış tipli 101 sual. Bu arada bunu da qaçırmayın. Əgər 25-də 25 yazmaq istəyirsinizsə, bu suallara baxarsınız. İndi hələ ki şablondur. Etalonu çıxardım. Ondan sonra sizinlə tam bölüşəcəm. Həm izahını, həm də sualları PDF şəklində və cavabları da hazır olacaq. Elə oradan işləyib yoxlaya bilərsiniz və video izahına baxa bilərsiniz. Yenə də fikirlərinizi qeyd edərsiniz. Ya video şəklində paylaşacağam, ya da canlı açıb orada bir yerdə işləyərik, fərq etməz. Və onu da deyim ki, burada seçdiyim suallar müəyyən bir mövzunu əhatə edir. İnşallah imtahana yaxınlaşdıqca ümumi sınaqlarda hazırlayacağım sizlə. Bir yerdə işləyərik. Onlar əla, nəticələrimiz də gözəl olar. İndi isə gəlin keçək mövzu sınaq 18-in həllinə. Yeni bir səhifə açım. Keçək birinci sualın həllindən başlayaq. Deməli, deyir ifadəsi aşağıdakılardan hansına bərabərdir? Yəqin ki, çoxumuz bilirik ki, bu hansı düsturdur. Deməli, burada bir şey də qeyd edelim uşaqlar. Bu tipli suallar ulduz qoyum. Yəni bu tipli sualların buraxılışa düşmə ehtimalı biraz aşağıdır, açığı desək. Amma bu sadəcə bizim beynimizi işlətmək üçün, yəni salınmış suallardandır. Bəzi suallar var ki, uşaqlar, mən deyə bilərəm ki, qətiyyətlə, yəni mütləq şəkildə imtahana düşməyəcək. Amma o suallar niyə var? Sadəcə o suallar var ki, siz beyninizi işlədəsiniz, o belə desək, o beynin pası tökülsün. Yəni belə desək, o sualları, daha doğrusu qaydaları yadda saxlamaq üçün, yəni beynin açılması üçün o suallar bizim üçün önəm kəsb edir, yəni önəmlidir. Deməli, bizdə cavab nə olacaq? Bu şəkildə dövrü olaraq kök altını toplayanda, deməli, bizdə qaydaya əsasən biz bilirdik ki, əgər kökün daxilindəki ədəd ardıcıl 2 ədədin hasili şəklində göstərilə bilirsə, yəni bizdə hal-hazırda 6-nı 2 ardıcıl ədədin hasili kimi göstərə bilirik. Toplama olan zaman böyüyünə bərabər olurdu cavabımız, yəni 3-ə. Çıxma olan zaman, yəni burada çıxma olardısa, onda cavabımız 2-yə bərabər olardı. İndi bizə toplama deyə 2-ni silirəm. Doğru cavab olacaq. Birinci sualda C variantı. Keçək ikinci sualımıza. Buradan yazıram ki, deyir ki, poliqramın 3 xarici bucağının cəmi 280 dərəcə olarsa, 4-cü xarici bucağını tapın. Deməli, uşaqlar, biz bilirik ki, ümumiyyətlə 4 bucaqlı olsun, 3 bucaqlı olsun, fərq eləməz. Ümumiyyətlə çox bucaqlının, istənilən çox bucaqlının xarici bucaqların cəmini neçə dərəcədir? 360 dərəcədir, bəli. Deməli, onda burada 3 xarici bucağı 280 dərəcədirsə, onda ümumi 360 dərəcədən çıxaram bu üçünün cəmini, yəni 280-i, qalar neçə dərəcə ilə 80 dərəcə, bu da olar 4-cü xarici bucağı, yəni doğru cavab olacaq 2-də A variantı. Keçək 3-cü sualımıza. Deyir, tənliklər sistemindən x-i tapın. Onda gəlin belə eləyək. X-i tapmaq üçün nə eləyərik burada? Birinci y tapaq, sonra x-i, yoxsa y-ləri burada islah eləmək olmayacaq deyəsən. Çünki yəni burada onda biz əmsalları bərabərləşdirək. O da biraz çətin olacaq. Ən yaxşısı yuxarı ifadəni vuraq 3-ə, ən asan şəkil 3x üstə gəlsin y-də 18 bərabər, onu da 3-ə vuranda 30, aşağıda da olacaq 3x çıxılsın, y-də 20 bərabərdir 11-ə. Buradan da alt-alta çıxsaq, yuxarıdan aşağı çıxaq, yoxsa aşağıdan yuxarı? Ən yaxşısı yuxarıdan aşağı çıxsaq, 3x çıxanda 0, y-də 18-dən y-də 20 çıxanda əksinə toplanacaq olacaq y-də 38, yəni bunu çıxanda 2 mənfi orada toplanılacaq da. 30-dan da 11 çıxanda qalacaq 19. Buradan da çarpaz vurub y tapsaq olacaq 19 y bərabərdir 38-ə. Bunun ayağında 1 var da çarpaz vururuq. Y-də nəhayət bərabər olacaq 38 bölü 19 2-yə. Deməli, y-imiz oldu 2, bizdən x-i soruşur da, bəli. Hər hansısa birinin yerində elə qiymətin yerinə qoyaq. Məsələn, birinci tənlikdə y-in yerinə 2 qoysaq nə olacaq? Olacaq 3x üstə gəlsin 18 bölü 2, yəni 9 bərabərdir 30-a. Buradan olacaq 3x bərabərdir 21. 30-dan 9 çıxdım. X də bərabərdir 21-i 3-ə bölündə düşəcək 7. Yəni doğru cavabımız olacaq. Burada da C variantı. Yəni uşaqlar, belə desək, inşallah indi imtahana yaxın hələ biraz müddətimiz var da. İnşallah bu 11-lər imtahan versin. 9-lar üçün daha gözəl suallar seçəcəm və əvvəlki ilə düşmüş buraxılış suallarını da izahını verəcəm. Artıq siz orada görəsiniz ki, yəni burada fərqli bir şey düşmür. Yəni ən belə desək,
çətin formada bax bu şəkildə düşəcək. Yəni belə çətin forması, yəni belə desək yoxdur. Yəni artıq siz bu testləri, məsələn bu testi sərbəst işləyə bilirsinizsə, indi siz əvvəlkilərə düşmüş testlərdə işləyənlər görəcək və yaxud da görməyənlər artıq işləyəndə biləcəklər ki, yəni hansı formada düşür, hansı çətinlikdə düşür. Yəni bundan fərqli bir şey düşmür. Yəni əgər sən bunu sərbəst işləyə bilirsən, yox, işləyə bilmirsənsə, bacarmırsansa da artıq bunu öyrənməlisən. Yəni biraz optimist olmaq lazımdır. Bilmirsənsə öyrən. Deməli 4-cü sual. Yəni çox var, belə şagirdlər çox olur və suallar da verilir. Müəllim öyrənə bilmirəm, nə bilmirəm. Yəni bir yerdən başlamaq lazımdır da. Yəni kimisi daha tez başlayır, kimisi gec oyanır. Gec oyananda da biraz çətin olur, düzdür? Amma yəni bir tərəfdən başlayandan sonra artıq yavaş-yavaş öyrənirsən. Məsələn, bu sınavda sən bunu öyrənirsənsə, gələn sınavda və yaxud da imtahanda qarşına çıxanda artıq bu tipli düşəndə sən yaza bilirsən. Ondan sonra başlayırsan sevinməyə, yavaş-yavaş özündə belə desək, o güvən yaranır, öz güvən yaranır və yavaş-yavaş sən o axara düşürsən. Yoxsa sən bilmirsənsə və şagird də belə deyir, müəllim, mən onsuz bilmirəm də, bunu da yazmayım, ya öyrənməyim, imtahanda qoy bir sualım keçsin. Niyə axır? Sən öyrən, bəlkə asan bir şeydir. Biraz sən bundan belə desək, baxandan sonra, işləyəndən sonra bəlkə elə öyrənəsən, sənə daha asan gələcək. Ona görə təslim olmaq, yəni biraz düzgün bir iş deyil. Yəni asan bir yol deyil. Daha doğrusu asan yoldur. Yəni asana da qaçmaq, yəni bir iş deyil də. Yəni hər zaman bu yol, yəni oxumaq çətindir. Həqiqətən çox çətin bir şeydir. Çünki insan zehni olaraq yorulur və özünü buna məcbur eləmək də həqiqətən çətindir. Ona görə təbii ki, hər kəs də bu çətinlikdən çıxıb gedir, o yüksək bal yığır da. Yoxsa yekunda olaraq deyirik ki, nə bilim, o şagird yaxşı bal yığdı, bu şagird pis yığdı və yaxud da necəsə oldu və sair filan filan. Amma onun arxasında olan o çətinliyi, yəni onu heç kim bilmir. Onun yalnız o şagirdin özü görür. Yəni ona görə də sizin özünüz də vaxtı ilə bu çətinlikdən keçməlisiniz. Yəni bilmirsən, öyrənməlisən, axıra qədər üzərinə getməlisən. 4-cü sual deyir, ədədlərini müqayisə eləyin. Yəni müqayisə elə deyir, müqayisə eləyək. Hər biri 3-cü dərəcədəndir. Allah canını sağ eləsin. Yəni bizi yormayıb, dərəcələri eynidir. Sadəcə olaraq qarşısında olan ədədlər fərqlidir. Ona görə biz onları daxilə salmalıyıq. Deməli, əslində burada belə bir yanaşmada eləyə bilərik uşaqlar. Heç daxilə salmasaq da olar. Aydın məsələdir ki, mən burada yazıram. A bərabərdir 7 vurulsun 3 kök altda 18. Daha doğrusu 3-cü dərəcədən kök altda 18. Bir də B-ni yazıram. 2 vurulsun 3-cü dərəcədən 18. Yəni burada belə desək, kökaltı ifadələr eynidir də. Birini 7-yə vurur, birini 2-yə vurur. Hansı böyük olar? Təbii ki də 7-yə vurulan daha böyük olar da. Bir də yazıram buradan C-ni, elə bunu şifahi deyəsən ilə müqayisə eləyəcəyik. C-də 3 vurulsun, kökaltda 3-dür. C-də ən kiçik olacaq. Deməli, A böyük olacaq B-dən, B də böyük olacaq C-dən. Niyə? Elə adi qayda, bu da 3-cü dərəcədən bu arada. Adi qaydada 3-dən 3-cü dərəcədən neçə çıxar? Maksimum 1,10-da neçə çıxar da? Lap özünü öldürsə, belə desək, 2 çıxsın, heç 2 də çıxmır. Ha? Ümumiyyətlə deyirəm, 2-ni 3-ə vuranda elə 6 edir. Burada da 18 2-nin kubundan qat-qat böyükdür. Deməli, burada 2 tam neçəsə çıxacaq. 2-yə vuranda, deyəsən, biz müqayisəni səbəb bardıq uşaqlar. Yəni, yaxşısı bu ikisini müqayisə eləyəndə kökdən 3-cü dərəcə deyə onu görmək biraz çətindir. Kökün daxilinə salaq. Zaten burada 2-nin kubu 8 eləyir. 3-cü dərəcədən 8-i də vuracaq 18-ə eləyəcək. 8 dəfə 10, 80, 64, 144. Səhv eləmirəmsə, bu da bərabərdir. 3-cü dərəcədən 27, 27-ni də 3-ə vuranda 27 eləyir də, bəli. 3-ə vuranda 81 eləyir. Bəli, buradan da açıq görsənir ki, B nədir? B C-dən böyükdür, A da B-dən böyükdür. Deməli, A hər ikisindən böyük olacaq. Yəni, yenə yekun cavabımız təbii ki, A, B, C. Burada yerlərini dəyişdiriblər. C kiçikdir, B kiçikdir, A olacaq. C, B, A. Varmı? Bəli. Doğru cavab olacaq B variantı. Keçək 5-ci sualımıza. 9-bucaqlının daxili bucaqlarının cəmini tapın. Biz bilirik ki, çoxbucaqlının daxili bucaqlarının cəmini tapılması 180 vurulsun n-2 düsturu ilədir. 9-bucaqlı dediyi üçün olacaq 180 vurulsun 9-2. Yəni 7. Bunda 7-yə vuranda 0, 7 dəfə 8, 56, 6 yazacaq, 5 yadda. Sonra 6 ilə bitəcək, bir də 0 ilə, yəni 60 ilə. Yəni doğru cavab A olacaq, 1260. Yəni belə gördüyünüz kimi çox asan şəkildə vurduq. Çox vaxt son rəqəminə baxın.
Yəni son rəqəm neçədirsə, elə birbaşa variantı olur. Təbii ki, tam bilmək üçün açıq şəkildə vurada bilərsiniz. Şəkildə deyir FC, müəllimin rahatlıq, uşaqlar bu dəqiqə deyir. Deyir FC 6-dır, buraya yazıram 6. Sonra AF 14, AD 10'dur. Bizdən DK-nı soruşur, burada X. Bizim düsturumuz nə idi? Birinci düsturu yazıram. AF vurulsun AC bərabərdir. AD vurulsun ümumi uzunluq AK-ya. Buradan deməli AF 14'də olacaq. 14 vurulsun AC. AC ümumi 14 6 eləyəcək 20 bərabərdir. AD-miz 10'dur. Vurulsun AK-mız da 10 plus X olacaq. 10 plus X. Buradan hər tərəfi 10'a bölək. Burada 2 qalsın. Burada olacaq 10 plus X bərabər 2 vur 14 yəni 28. X də bərabər 28'dən 10 çıxanda qalacaq 18. Yəni doğru cavab olacaq D variantı. Keçək 7-ci suala. Deyir, tərəfi 10 cm olan kvadratın xaricinə çəkmiş çevirən radiusunu tapın. Deməli, kvadratın xaricinə çevirə çəkilibsə, deməli, həmin kvadratın diaqonalı çevirənin mərkəzindən keçirdi və yarıya böləndə diaqonalı çevirənin radiusu olurdu. İndi deməli, tərəfi 10'dursa, 10, 10. Burada düzbucaqlı üçbucaq yaranırdı. Onda həmin kvadratın diaqonalı neçə olurdu? 10 kök altında 2. Çünki burada bərabər yanlı düzbucaqlı üçbucaq olurdu. 45 dərəcəli olanda 10 10 olanda 10 kökdə 2 olurdu. Və yaxud da Pifaqordan tapa da bilərsiniz. Bizə dedik diaqonal 10 kökdə 2-dirsə, onda onu yarıya böləndə radiusu alınır. 5 kökdə 2, 5 kök altında 2. Yəni doğru cavabımız olacaq 7-də Y variantı. 8-ci sual. Deyir, diaqramda A və B çox ədədlərin vuruqları verilmişdir. Bu diaqrama əsasən A plus B cəmini tapın. Deməli, vuruqları verilibsə, A-nın vuruqları A bərabərdir. A minus 2 ilə A plus 1-dir vuruqları. Onda bu da bərabərdir. Vurub atsaq, olacaq A kvadratı, üstə gəlinsin A, çıxılsın 2A. Yəni, necə vuruqları A, bir-birinə necə vuruq? Yəqin ki, bilməyənlər var. Birinci A-nı A-ya, sonra A-nı 1-ə vuruq. Sonra mənfi 2-ni A-ya, mənfi 2-ni 1-ə vuruq. Mənfi 2-ni A-ya vuruq, mənfi 2A. Bir də mənfi 2-ni 1-ə vuranda müsbət 1-ə çıx 2 olacaq. Bunu da sadələşdirəndə yekun olaraq A bərabər olacaq bizdə. A kvadratı minus A minus 2 şəklində olacaq. İndi B-ni tapaq. B bərabər olacaq. Vuruqları A çıxılsın 3'dür. Bir də A üstə gəlsin 1'dir. Yenə A-nı A-ya, bir də A-nı 1-ə vuracaq. Olacaq A kvadrat plus A. Sonra mənfi 3'ü A-ya vuranda olacaq çıxılsın 3A. Mənfi 3'ü 1-ə vuranda çıx 3 olacaq. Bunu da sadələşdirsək, B-miz yekunda bərabər olacaq. A kvadratı plus A, daha doğrusu A-dan 3A-nı çıxanda nə qalacaq? Mənfi 2A qalır burada. Minus 3. Deməli, bizdə A bu qiyməti aldı, B də bu qiyməti aldı. İndi bizdən nəyi soruşur? Tap. Bu diaqram əsasən A plus B cəmini tap. İndi bu ikisini toplasaq, yazıram buradan A üstə gəlsin B. Burada olacaq A kvadrat çıxılsın A minus 2'dir. B-miz də üstə gəl A kvadrat çıx 2A minus 3'dür. Bu da bərabərdir. A kvadrat cəmi eləyəcək bizdə 2A kvadratı. Sonra mənfi A kvadratı mənfi 2A kvadrat. Bu eləcək çıxılsın 3A kvadratı. A kvadrat nə idi? Üzr istəyirəm. 3A. Bir də mənfi 2 ilə mənfi 3 qaldı. Bu da çıx 5 eləyir. Hansısa variantda varmı? Bəli, Y variantında. Keçək 9-cu suala. 9. Deyir, daxili bucağı xarici bucağından 4 də böyük olan düzgün çox bucağının tərəflərinin sayını tapın. Deməli, daxili bucağı xarici bucağından 4 də böyük olan düzgün çox bucağının tərəflərinin sayını tapın. Daxili bucağı xarici bucağından 4 də böyüksə, biz bayaq dedik ki, xarici bucağı nədir? 360 dərəcədir. İstənilən çox bucaqlığın 4 də böyüksə, daxili bucaqların cəmi. Onda bunu vuraram 4-ə. Bu da bərabər eləyəcək 1440 dərəcə. Daxili bucaqların tapılması düsturu nə idi? Bayaq yazmışdıq. 180 vurulsun n-2. Yəni bu bərabər olmalıdır nə? 1440. Buradan tərəf sayını tapacağıq n. Yəni n neçə olub ki, daxili bucaqların cəmi 1440 olub. Hər tərəf 180-ə bölərəm. Olacaq n-2 bərabər 1144'ü də 180'ə böləndə sıfırlar gedəcək. 144 18'ə böləndə 8 düşür da. Bəli. Buradan da n bərabər olacaq. 2-ni sağa keçirəndə müsbət olur. Olacaq n müsbət 10. Yəni 10 bucaqlıymış. Yəni 10 tərəf var. 10-cu sual.
Nə istəyir? Deyir, kökləri x1, x2 olan kvadrat tənliyi verilib, kökləri olan kvadrat tənlik hansıdır? Uşaqlar, əgər bizdə köklərin tərsi verilibsə, deməli onda biz A ilə C-nin yerini dəyişdiririk. Məsəl üçün, deməli, tutaq ki, bizə verilib ax kvadratı plus bx plus c bərabər 0. Burada kökləri x1, x2-dirsə, köklər tərs ədəd olan, yəni x1-də 1 və x2-də 1, onda A ilə C-nin burada yerini dəyişəcək. Olacaq cx kvadratı plus bx plus a bərabər 0. Burada da A ilə C-nin yerini dəyişdirəndə, yəni mənfi altını qarşıya gətirəcək, altında sona. Yəni doğru cavab olacaq 10-cu sualda A variantı. Keçək növbəti 11-ci sualımıza. Deyir, bərabər yanlı ABC üçbuzağında, yəni o qaydada belə dediyimiz 10-cu sualda. Deyir, bərabər yanlı ABC üçbuzağında AB BC bərabərdir. Deməli, AB BC bərabərdir. Bura 130 olarsa, deyir, B təpəsindəki xarici buzağı tapın. Deməli, ilk öncə bura 130 dərəcədirsə, onda bu buzağa 50 dərəcə qalır. Bu da bərabər yanlı olduğu üçün oturacaq bitki bucaqlar bərabərdir, yəni 50-50 olacaq. Burada olacaq 80 dərəcə, onda xarici buzağda olacaq neçə? 100 dərəcə. Və yaxud da bir xarici buzaq ona qonşu olmayan iki daxili buzağın cəminə bərabərdir. Yenə 100 dərəcə çıxır. Cavabımız 11-də olacaq B variantı. Keçək növbəti 12-ci sualımız. Deyir, uzunluğu 12. Uzunluğu 16 pi olan çevrədə mərkəzi 36 dərəcə olan mərkəzi bucağa uyğun qövsün uzunluğunu tapın. Deməli, bizdə mərkəzi bucağa uyğun qövsün uzunluğu necə hesablanırdı? El qövs bərabərdir. Ümumi 2 pi idi. Elə düsturun çıxarılmasını deyək. Bölürdük tam bucağı, yəni 360 dərəcəyə. Burada qalırdı 1 dərəcəyə uyğun nə? İxtisar gedirdi 2 ilə, qalırdı 180-də pi r. Və bunu da vururduq. Bu 1 dərəcə üçünlükdə düzdür. Yəni ümumi uzunluğu 360-a bölürdüm. Görün 1 dərəcəyə nə qədər uzunluq düşür. Və bu 1 dərəcə üçün ölçüydü. Bəs məsəl üçün 30 dərəcəli bölgü üçünsə vururduq 30-a. Yəni ümumi alfaya vururduq. Yəni bizdə onda olacaq el qövs bərabərdir 180-də pi vurulsun r. R-imiz olacaq. Elə burada elə birbaşa uzunluğunu verib də, bəli 16 pidir. Elə birbaşa uzunluğun yerinə 16 pi yazırıq. Burada artıq biz əvvəlki düsturuna gedəcəyik, çünki uzunluğunu birbaşa verib. Onda olacaq 16 pi bölünsün 360 vurulsun alfa, yəni 36 dərəcəli qövsə. Buradan ixtisar gedəcək, burada qalacaq 10. 16 pi də 10-a bölündə 1,6 pi. İndi burada biz 1,6 tapdıq. Burada 10-da 16 pi qalmışdı da, düzdür uşaqlar. Burada ixtisar edib Y variantı olub 5-də 8 pi. Bu da olar, yəni fərqi yoxdur. Ya kəsrlə, ya bu şəkildə, yəni doğru cavab olacaq Y variantı. Burada bizdə 10-cu sualı deyəsən orada qaydanı səhv yazmışıq. Bir dənə ona qayda. Burada işarələrdə mənfidir. Burada işarələr mənfi olduğu üçün yerini dəyişdirəndən sonra mənfisini yazmalıyıq yerinə. Məsəl üçün belə deyim də burada. Burada qarşılarında mənfi var. Mən tərslərini ancaq yazmışam. Deməli mənfi olanda məsələn C ilə A-nın yerini dəyişəcəyik. Burada C mənfi 6-dır və onun əksini götürəcəyik. Müsbət 6 qoyacaq A-nın yerinə. Bir də çıxılsın 5x, ondan işimiz yoxdur. Bir də A-nın işarəsini dəyişib C-nin yerinə qoyacaq. A-dan müsbət 6-da olacaq mənfi 6 bərabər 0. Burada yəni yenə özünə bərabər olur da elə. Yəni burada onda olacaq C variantı və yaxud da köklərini də tapıb orada həll eləmək olar. Sonra keçək 13-cü sualımız. Deyir, Romp haqqında deyilən fikirlərdən hansı doğrudur? Hansı doğrudur? Baxaq elə A variantına. Deyir, Rompun tərəfləri bərabərdir, hündürlükləri xeyr, hündürlükləri də elə bərabər olur. B. Rompun tərəfləri bərabərdir, diaqonalları perpendikulyar olur. Bu elə bizim doğru cavabımız olacaq. Həm tərəfləri bərabərdir, diaqonalları da düz buzaq altında kəsişir, rompda bir də kvadratda düz buzaq altında kəsişir. Yəni doğru cavabımız B olacaq. C-yə də baxaq. Rompun tərəfləri bərabər, daxili buzaqlar iti olur. Xeyr, kör də ola bilər. İti və kör. D variantı, rompun diaqonalları bərabər, hündürlükləri fərqli olur. Xeyr, hündürlükləri bərabər, diaqonalları fərqli olur. Y variantı, rompun buzaqları bərabər olur. Xeyr.
Səhvdir. 14-cü sual deyir, şəklə əsasən x plus y cəmini tapın. Bura 8 4-dürsə, biz bilirik 8-in kvadratı nəyə bərabərdir? Ayırdığı hissələrin cəminə. Yəni 64 bərabər olacaq 4 vurulsun x-a. Buradan da x bərabər çıxacaq 16. Deməli, bura neçə oldu? 16. İndi biz də x tapdıq da 16. Bizdən y də soruşur. 8, 4. Bunlar kat etdik. Pitonuzu tapanda olacaq nə? 4-ün kvadratı üstə gəlsin 8-in kvadratı bərabərdir y-in kvadratına. 16 plus 64 bərabər y kvadratına. Buradan da y kvadrat bərabərdir 80. Y də bərabər 80 də neçə deməkdir? 16 vur 5 da. 16-dan 4 çıxır. 4 kökdə 5. Deməli 4 kökdə 5 ilə biz nəyi toplayacağıq? 16-nı. X-la y topladıq. 16 plus 4 kökdə 5, yəni doğru cavab olacaq 14-də. B variantı keçək 15-ci suala. Deyir, kəsini ixtisar eləyin. Deməli, ixtisar eləsək burada nə alarıq? 15. Burada 2 çıxılsın A-ya 1 T desək olarmı? Məsəl üçün 2 çıxılsın A-ya 1 T ilə əvəzləsək. Burada surətdə olan açıq 2-ni də mənfi qarşı atarıq. 2 çıxılsın A şəklində yazarıq. Çıxılsın kök altında 2 minus A-ya. Buradan da məxrəcdə 1 plus kök altında 2 minus A şəklində fikirləşsək. Bu da bərabərdir. Yerinə T ilə əvəzləsək olacaq mənfi T çıxılsın kök altında T. Burada da 1 plus T olsa bərabərdir. Bu da bərabərdir. Yuxarıdan mənfi kök altında T-ni qarşıya çıxarsaq, burada qalacaq kök altında T plus 1. Hə? Bəli. Burada da bu arada kök altında T olacaq. Mən niyə T yazmışam? Bəli, kök altında T olacaq. Burada da kök altında T plus 1 qalır məxrəcdə. Bunlar ixtisar gedir. Qalır nə? Mənfi kök altında T. Bu da nə idi? Mənfi kök altında T-mizdə 2 minus A idi. Deməli, doğru cavabımız oldu 15-də D variantı. Yəni, bir dənə əvəzləmə apardıq. Görün işimiz nə qədər sadələşdi. Sonra 16-cı sual. Deyir, ədəd oxunda ədədlər arasındakı məsafə 13 olursa, x-in ala biləcəyi qiymətlər tapın. Birincisi, ədəd oxunda tutaq ki, B ədədimiz sağda yerləşər, yəni Bx koordinatımız, C7 sağda yerləşər. Onda 13 məsafə varsa, 7-dən 13 çıxaram, B-nin koordinatını taparam. Arada 13 vahid məsafə var. 7-dən 13 çıxanda nə qalacaq? Deməli, 7 çıx 13 qalacaq mənfi 6. Deməli, x-imizin koordinatı oldu? Mənfi 6. Bir səfərdə biz belə təsəvvür eləyərik. Tutaq ki, C-miz sağdadır, 7, B-miz, daha doğrusu C-miz soldadır, B-x'imiz sağ tərəfdədir. Bu 7-dirsə koordinatı. 13 vahid məsafə varsa, bu səfər 7-nin üzərinə 13 gələcək. Bu da bərabər eləyəcək 20-yə. Deməli, x-in koordinatı bu səfər oldu 20. Mənfi 6, 20. Bizdən də cəmini soruşur. 20 üstə gəlsin mənfi 6 bərabər müsbət 14. Böyükdən kiçik çıxıb böyük işarəsini yazıram. Olur 14. Deyirəm. 17-ci sual. Deməli, deyək, kiçik diagonal 10 kökü 3 olan düzgün altıbucağının tərəfi neçə santimetrdir? Deməli, biz bilirik ki, D kiçik diagonalı A kök altı 3-ə bərabərdir. Böyük diagonalını da elə təkrar eləyək. Tərəfin 2 mislinə, yəni 2A-ya bərabər. İndi kiçik diagonalı 10 kökü 3-ə yazıram 10 kökü 3 bərabərdir A kök altında 3-ə. Buradan köklər ixtisar gedir. A bərabər tərəfi qalır 10-a. Deyir, düzgün altıbucaqlığın tərəfi neçə santimetrdir? Elə olacaq 10 santimetr. Burada yazıram 10. Sonra keçək növbəti 18-ci sualımıza. Deyir, perimetri 72 olan düzgün 9 bucağının tərəfini tapın. Perimetr 9A olacaq. İndi bunda perimetr 72 isə bərabər eləyim 72-yə. A da bərabər çıxır nəyə? 8-ə. Elə tərəfi neçə olacaq? 8. 19-cu sual. Deyir, tənlilər sistemindən x kvadrat plus y kvadratını tapın. Buradan neyniyərik? Baxaq, görək. Deməli, uşaqlar 19-da baxın. Burada verib x minus y plus x y bərabər 7-yə. Aşağıda da y minus x verilib. Gəlin bunları hər tərəfin mənfiyə vuraq. Mənfiyə vurub birbaşa yazıram. Olacaq müsbət x minus y bərabər mənfi 2-yə. Aşağının hər tərəfi mənfi 1-ə vurdum da. Onda x minus y mənfi 2-si aparıb yerinə əvəzləyirəm burada. Yazıram mənfi 2. Üstə gəl x y bərabər 7-yə. Buradan da x y bərabərdir. 2-ni sağa keçirəndə olacaq 9. X, y hasili oldu 9, düzdürmü? İndi biz neyniyək?
Burada bizə verilən ikinci tənliyimiz var ha. Bax, bu tənliyin hər tərəfin kvadratı yüksəldək. Olacaq x minus y-in kvadratı bərabər mənfi 2-nin kvadratı. Buradan olacaq x kvadrat üstə gəlsin çıxılsın birinci olaraq ikincinin 2 misli, yəni 2xy üstə gəlsin y kvadratı bərabər mənfi 2-nin kvadratı da 4 eləyir. Bizə nə lazımdır? X kvadratının y kvadratının cəmi. Bunları qruplaşdıram. Plus y kvadratı bərabər 2xy-də sağa keçirəndə olacaq 4 plus 2xy. Bu da bərabərdir 4 üstə gəlsin 2 vurulsun. X-y-imizdə tapmışdıq 9'dur. Vuracam 9'a. Bu da eləyəcək. Y3'unu da elə buradan aşağıdan yazırım. X kvadrat plus y kvadratı bərabər 4 plus 18. Bu da eləyir neçə? 22 doğru cavabımız. 19 da belə həll oldu bu şəkildə. 20-ci sual. Deyir şəklə əsasən AC diaqonalı CD tərəfinə perpendikulyardır. Bura perpendikulyardır. Burada qeyd eləməyiblər. Biz qeyd eləyək. Deyir və CH-da 8'dir, HD 4'dür. Onda AH neçə santimetr? Elə burada nəyi alınır uşaqlar? Burada elə bir düzbucaqlı üçbucağı alınır da belə desək, belə çəkim. Aydındır. Bu da trapesiyanın tərəfidir da tutaq ki. Buradan bir dənə də hündürlük çəkib. Buranı da bizə verib 8'dir. Düzbucaqlı üçbucaqda hipotenuza hündürlük çəkəndə onda h-ın kvadratı nəyə bərabər olur? Burada ayırdığı hissələrin hasilini, yəni 8'in kvadratı bərabər olacaq. 4 vurulsun x-a. Buradan da x bərabərdir. 8'in kvadratı 64 eləyir. 4'ə də böləndə 16. Yəni x-imiz olacaq 16. Deyir 21-ci sualda tənliyini həll edin. Yəni burada əslində tənliyi həll etməli bir proses yoxdur. Çünki x plus 3 moduldadır. X minus 2 də moduldadır. Uşaqlar, burada diqqətli olun. Sizin diqqətinizi yoxlayır. 2 dənə moduldan heç mənfiyə bərabər olar cəmi. Hər zaman müsbət çıxır ya da 0 çıxar minimum. Minimum bunların cəmi 0 olar. Mənfi heç vaxt ola bilməz. Yəni boş çoxluqdur. Burada diqqətli olun. Amma digər hallarda bir səfər özünü, bir səfər də mənfisini götürüb hesablayırıq. 22-ci sual. Deyir ədədlərin hasilini tapın və tərtibini müəyyən edin. Yazıram A vur B. 22-ci sual. Bərabər 6,2-ni vuracaq 4,5'e. Bu da eləyəcək bizdə 27,9 vurulsun. Onları da bir-birinə vuranda üstlər toplanılır da 8'in altını toplayanda olacaq 14. İndi biz bu standart şəkildə deyil. 1 virgül sağa çəksək olacaq 2,7 vurulsun. 2,7 2,79 vurulsun. 10 üstündə qüvvətdə 1 vahid artacaq. Olacaq 15. Bizdən nəyə soruşur? Deyir tərtibini tapın. Tərtib yəni onun üzərində duran ədəddə oldu 15. 23-cü sual. 23-cü sualda deyir kvadrat tənlik köklərinin olduğunu bilərək ifadəsinin qiymətini tapın. İlk öncə mənə verilən kvadrat tənliyi hər tərəfi 6'ya bölürəm. Qoy V teoreminə gəlsin. Bu olacaq x kvadratı plus 3x minus 7 bərabər 0. Bu mənə kömək olmadı deyəsən heç. Buranda 7 toplayanda mənfi 3. Elə bir ədəd yoxdur. Bəli, təbrik edirəm. Onda neyniyək? Biz buradan elə birbaşa onsuz cavab çıxır da, hə? Birbaşa cavab çıxırmış elə. Köklərini tapmıyor. x1 plus x2 nəyə bərabərdir? Əks işarə ilə p-yə, yəni burada x-in yanında duran ədədin əksinə, yəni mənfi 3-ə. x1 vurulsun x2 nəyə bərabər? Sərbəst həddə, yəni mənfi 7-yə. Bizdən də bunların cəmini soruşur. Mənfi 3 plus mənfi 7, bu da eləyəcək mənfi 10. Yəni doğru cavabımız olacaq mənfi 10. Son iki sualımıza baxaq. 24. Deyir tənliklər sistemi yeganə həll olarsa A neçə ola bilməz? Deməli yeganə həlli varsa biz dedik ki A1 bölünsün A2 fərqli olmalıdır. Nədən? B1 bölünsün B2-dən. B2-dən. A'lar x-in əmsaldır, B'lər də y-in. Deməli yazıram burada A bölünsün 2 bərabər, daha doğrusu fərqlidir. 3 bölünsün mənfi 4-dən. Buradan da çarpaz vuranda 2-ni olacaq A fərqlidir. 2 vurulsun mənfi 4'də 3. Bu da ixtisar gedir. Mənfi 2 qalır. A da fərqli olacaq. 3'ü də mənfi 2 bölündə mənfi 1,5. Yəni A fərqli olmalıdır. Nədən? Mənfi 1,5'dən. 25-ci sual deyir. Rombun diaqonalları 12 və 15 olursa onun sahəsini tapın. 25. Deməli sahə düsturunu keçəndə biləsiniz. Bəlkə keçmişsiniz. D1 vurulsun D2 bölünsün 2'dir. Əslində orada sinus alfa da var. Sadəcə 90 dərəcəli bucaq altında kəsişdir. Sinus 1 olur. Ona görə düsturumuz D1 D2 bölü 2 şəklində olacaq. Onda düsturumuzu tətbiq eləyək. 12 vurulsun 15'dir. Diaqonallar bölü 2. 2 ilə 12 ixtisar gedir. 6 qalar. 6'yı da 15'ə vuranda 60. 30'da o 90.
Yəni cavabımız olacaq 90 santimetrin kvadrat. Bu günlük bu qədər. Özünüzə yaxşı baxın. İnşallah 101 sualın həllini, cavablarını, PDF-ni sizlə bölüşəcəm. Mən 101 sual seçəndə bu arada əvvəlkilərə düşmüş OTK-dan seçmişəm. Bir də MHM 99 sınaq toplusundan, yəni hal-hazırda işlədiyimiz sınaqlardan da seçmişəm. Yəni buradan suallar, buradan da çox seçmişəm bu kitabdan və eyni zamanda əvvəlkilərə düşmüş OTK suallarından da seçmişəm. Mütləq izləyərsiniz. İndi bəlkə də oradakı sualların bəziləri, əgər bu kitabı işləmisinizsə, hamısını, sınaqların hamısını işləmisinizsə, sizə tanış gələ bilər. Təbii ki, orada OTK suallar da var. Onları böyük ehtimalla görməmsiniz. Onları sizlə bölüşəcəm. Bir də çalışacağım artıq gələn dəfə salanda əvvəlkilərə düşmüş bu kitabdan deyil. Yəni bu kitabı artıq işləyərsiniz də. Bu kitabdan çox deyil. Buradan salsam bir-iki test salaram. Əvvəlkilərə düşmüş OTK suallarından salacağım. Bir də əvvəlkilərə düşmüş buraxılış suallarından salacağım. İnşallah gələn testlər də. İnşallah bu həftə yayımlayacağım 101 sualı. İnşallah sizə böyük köməyi, dəstək edəcək. Mütləq izləyin, paylaşın, abunə olun, like atın, fikirlərinizi bölün. Etmək istəmirsinizsə də, yəni sizin fikrinizdir, sizdən asılı olan bir şeydir. Etsəz sevinərik, etməsəz də canınız sağ olsun. Özünüzə yaxşı baxın, ən əsası sağlıqdır. Sağlığınıza diqqət edin, sağ olun.